Salam, xoş gördük hər birinizi. Birinci suala baxaq. Birinci sualda deyir ki, ardıcılığı pozan ədədi tapın. Bu ardıcılıqlar 3 vahid, 4 vahid, 5 vahid, 6 vahid, 7 vahid, növbəti olmalıdır 8 vahid. Deməli, pozanın həyat burada 35-dir. 35-in yerinə 34 olsaydı, həqiqətən 34-8 gəlsəydi 42 olardı. Deməli, düzgün variant D variantı olacaq. İkinci sualda aşağıdakı şəkildə kiçik kubların sayını tapın. Bura fikir versək, görərik ki, 10 dənə burada kiçik kub var. 5 dənə burada, 5 dənə burada. Bunun qarşı tərəfində 5, burada olacaq 5. Cəmi nə qədər eləyəcək? 10, 10, 20. Sonra baxsaq, görərik ki, burada 6 dənə var. 6 dənə də bunun qarşısında. Burada 12 dənə eləyir. Sonra burada üstdə 2 dənə varsa, aşağıda bunun 2 dənə olacaq. Cəmi nə qədər eləyəcək? 4 dənə. Sonra 4 dənə burada yuxarıdadırsa, 4 dənə də aşağıda olacaq. Cəmi nə qədər eləyəcək? 8. Deməli, 20 üstə gəlsin 12, üstə gəlsin 12. Nəyi verəcək bizdən? 44-ü verəcək. Üçüncü sualda anaqramı həll edin və fərqli olanı tapın. A variantındakı söz bəbir, B variantındakı pələng, C variantındakı tülkü, D variantındakı bayquş. Deməli, fərqli olan bayquşdur. Bayquş burada nədir? Quşdur. Digərləri yırtıcı heyvandır. Dördüncü sualda bizdən taracı verib, tərəzinin görür ki, sağ və solu çəkiləri verilib. Sol tərəfdə 6 dənə kişinin nə qədər eləyəcək cəmi? 12 kiloqram. 5 dənə də uçucaq var. Ona görə yazırıq 12 üstə gəl, 5 dənə uçucaq. Digər tərəfdə, sağ tərəfdə verilib 10, 6, 8, 3 dənə də 8 aşağıda. Cəmi nə qədər eləyir? 4, 8-in 32, üstə gəlsin 10, 42, 42 üstə 6 gələndə 48. Bir dənə də burada uçucaq var. 48 üstə gəlsin uçucaq. Bilirik ki, tarazlı olduğuna görə tarazlıq səviyyədədir deyə 5 uçucaqdan bir dənə uçucaq çıxanda qalır 4 dənə uçucaq. 8-dən də 12 çıxanda qalır nə qədər? 36. 36-nı 4-ə bölsək nə olacaq? Uçucağın 8-i 9 olacaq. 5-ci sual. Fərqli olanı seçin. Əvvəlcə baxırsınız bura. 1, 2, 3, 4, 5, 6, 7. A variantındakı say 7-dir. Digər variantları saysaz, görərsiniz ki, hər biri 6-dır. Deməli, fərqli olan burada hansıdır? A variantıdır. Sonra 6-cı sualda da bizdən deyir ki, verilmiş şəklin döndərmiş halı deyil. Fikir versək, görərik ki, qızbucaq ən çox balaca oxun yanında olur. Sanki özünə doğru baxır. Amma A variantına fikir versək, düzdür, qızbucaq bu xəttə doğru baxır. Amma ki, kiçik xəttə doğru baxmalıdır. Buna doğru baxmalıydı. Bunun yeri harada idi? Bunun yerinə nə olmalıydı? Düzbucaqlı olmalıdır. Düzbucaqlı nəyə doğru baxmalıdır? Böyük oxun qarşısına doğru. Amma fikir versiniz, görürsünüz ki, burada yerləri çox fərqlidir. Ona görə elə A variantı olacaq. 7-ci sualda bizdən deyir ki, hansı pozan ədəd hansıdır? İndi fikir versək, 8-i 4-ə vursaq, nə eləyəcək? 32. 32-ni də 2-yə vursaq, 64 eləməlidir. Amma 8 ilə 4-ün kəsməsində 36 yazıb. Deməli, bu ədəd qaydanı pozacaq. Onun üçün nə olacaq? Cavab A variantı olacaq. Digərləri, məsələn, 42-ni necə ala bilərsiniz? 7-ni vurarsınız 3-ə, 21, 21-i də 2-yə vursaz 42 yazarsınız. Bu qayda ilə gedirsiniz. 8-ci sualda nədir? Sual işarəsinin uyğun olan variantı seçin. Burada düzgün variant D variantı olacaq. B variantı burada nəsə gözümüzdən qaçıb yəqin. Səhv vurmuşuq. Onun üçün düzgün cavab D variantı olacaq. Niyə görə? Görürük ki, burada ağ uçucaq aşağı doğru düşməlidir. Aşağı düşdü. Mavi uçucaq yuxarı doğru baxmalıdır. Yuxarı doğru getdi. Sonra buradakılar diagonal üzrə
bir-birinə baxırsa, rəngləri dəyişməlidir, ağa çevrilməlidir. Buradakı da ağ idisə maviyə çevrilməlidir və yaxud da göyə çevrilməlidir. İndi rəngi özünüz seçərsiniz. Düzgün cavab nə oldu? D variantı oldu. 9-cu sualda bura sətr üzrə baxarsınız. Görürsünüz ki, birinci sətirdə fiqurun içərisində olan ağdır. Sonra boz gəlib. Deməli, ağ, boz. Bu qayda ilə gedəcək. İndi fikir versək, biri 6 bucaqlıdır, biri də 4 bucaqlıdır. Bunların cəmi nə qədər eləyir? 10 bucaq. 10, sonra bu 9'dur, bu 8'dir, bu da 7'dir. Digərləri də nə olmalıdır? Kvadratın içərisində də dairədə 4 sayılır. Bu qayda ilə gedirsiniz. İndi ikinci sütuna fikir versək, görürük ki, hamısı bozdur. Deməli, B nə olacaq? 9'dan sonra 8 olmalıdır. 8 də hansı olsun ki, çöldəki kvadratdır deyə 4 dənə tərəfi var. Bir dənə də içərisində kvadrat olmalıdır. 8 eləsin cəmi. Amma rəngi də boz olmalıdır. Çünki ikinci sütunda bütün rənglər boz rəngdə gedir. Sonra C verilib bizdə. Bu 7-dirsə növbəti neçə olmalıdır? 4 olmalıdır. Düzdür? 4 olması üçün də nə olacaq? Boz dairə olmalıdır. Həqiqətən fikir versək, ikinci 1, 2, 3, 4-cü sütunda boz rəngdə gedir. Onun üçün düzgün variant elə A variantı olacaq. 10-cu sualda nə deyir? Deyir ki, A bərabərdir BC D-yə. Buradan bizə verir ki, BD C-yə bərabərdir. BD-ni yuxarıda gətirib yerinə C yazırıq. Görürük ki, A 2 dənə C-yə bərabərdir. Deməli, bizdən 4 dənə C nəyə bərabər olacaq? 2 dənə A-ya bərabər olacaq. Sonra 11-ci sualda birinci sətri tapırsınız, ən sonuncu sətir. Buranı tapandan sonra rəqəmləri bir-bir qoyub tapa bilərsiniz. Çünki sətr və diagonalda, sütunda bütün ədədlərin cəmi nəyi verməlidir? 21-i verməlidir. Məsələn, diagonal üzrə baxsaq, 10, üstə gəl 7, 17, 17 üstə də 4 gələndə 21 eləyir. Görə bilərsiniz. Və yaxud da bu diagonal üzrə baxsaq, 6, üstə gəl 7, 13, 13 üstə 8 gələndə 21 eləyir. Və sütun üzrə də baxsaq, görərik nədir? 6 üstə 5, 11, 11 üstə 10 gələndə 21 eləyir. Bizdən də A-nın qiymətini soruşduğu üçün A 6, B-nin qiyməti nədir burada? B-nin qiyməti 4, 6 üstə 4, 10. C-nin də qiyməti nə olacaq? 7. 10 üstə də 7 gələndə nə olacaq? 17 olacaq. 13-cü sualda burada necədir? Məsələn, 4-dən 6-nı 25-i necə ala bilərik? 4-ü vurarıq 6-ya, üzərinə 1 gəlsə 25 olar. Sonra 4-dən 6-dan 9-u necə almaq olar? 4 üstə 6-nı toplasaq, 1 çıxsaq 9 qalar. İndi sual işarətinin yerinə olacaq? B variantı olacaq. 6-nı vursaq 8-ə 48, 48-ə 1 gəlsə 49. İndi 6 üstə 8 gəlsə 14, 14-dən 1 çıxanda 13 olacaq. Amma A variantı niyə görə ödəmir? 4-ü 12-yə vuranla üzərinə 1 gələndə 49 olur. Amma 12-dən 4 çıxsaq, daha doğrusu 12 üstə 4 gələndə 16, 16-dan 1 çıxanda 15 olmalıdır. Amma aşağıda 13 verib. Ona görə bu şərti ödəmədi. 13-cü sualda deməli nədir burada? Diagonal üzrə vurmalısınız, cəmləməlisiniz. 4-ü 5-ə vurmalısınız, 3-ü 6-ya vurmalısınız. İndi 3 4-ün 12-dirsə, bizdən də bunların cəmi nədir? Nəticə 26-dirsə, burada x olsa 2-ni vuracam nəyə? Tutaq ki, burada A yazmışıq deyə A olsun bura. 2A üstə gəlsin. 3 4-ün də 12. 26-dan çıxacaq 12-ni. Qalacaq nə qədər? 14. 14-ü 2-yə böləndə 7 olacaq. Sonra 14-cü sualda 6-nı vurursunuz 8-ə, 48, 48-i 12-yə böləndə burada 4-ü yazarsınız. 4 5-ini 20, 20-ni də 10-a böləndə 2 düşür. Bura 2-ni yazarsınız. Sonra 15-ci sualda deməli 0-dan fərqli rəqəmlərdir burada. Hər biri yerinə rəqəm qoymalıyıq. Məsələn, burada 18-i biz necə yaza bilərik? 9 vurulsun 2, vurulsun 1 kimi. Və yaxud da 2 vurulsun 3, vurulsun 6 vurulsun 3 kimi də yaza bilərdik. Amma 63 6-ya bölünmədi deyə 9 vurulsun 2 kimi yazmaq daha uyğundur. Amma bir şərtlə ki,
Bura 9 olmalıdır. Bu 9 olmalıdır. Bu da 1 olmalıdır. Çünki bunun yerini dəyişəndə 1, 9 qoyulanda bizim cavabımız alınmayacaq. Onun üçün dəyişmək lazımdır ki, doğru variant alınsın. Ona görə düzgün variant burada nə olacaq? D variantı olacaq 18. Sonra 16-cı sualda nə deyir? Burada qanunluğu müəyyən etməliyik. Tərəflərin sayını vurmalıyıq. İçərisində yazılan ədədə 1, 2, 3, 4, 5 tərəfli deyə 5-i 3-ə vuranda 15 eləyir. Bu da 3 tərəfli deyə 1, 2, 3. 3 4-dən 12. 15-dən də 12 çıxanda 3 qalır. Buradakı 3-ü yaza bilərik. İndi düzgün variant burada nə olacaq? 26 olması üçün nə olacaq? Burada C variantı olacaq. Sonra 17-ci sualda 3 dənə qonşu, baxın, bunlar qonşudur. Məsələn, bunlar qonşudur, bunlar qonşudur. Bunları yazırsınız. 18-ci sual çətin sual deyil, 19 çətin deyil. 20-ci sualda baxın, A, B və C sıfırdan fərqli rəqəmlərdir. Əvvəlcə AB-ni açılışını yazmaq lazımdır. 10A üstə gəlsin B şəklində. Sonra CB-nin açılışını nədər yazmaq olar? 10C üstə gəlsin B. Buradan da bərabər nəyə? 10B üstə gəlsin A-ya. Buna bərabərdir. Bunları sadələşdirsək, yazacaq buradan 9A üstə gəl 10C bərabərdir nəyə? 8B-yə. Burada qiymət verilib ki, C üstə gəlsin C A-ya bərabərdir. Yəni 2C nəyə bərabərdir? A-ya bərabərdir. Bizim də 10C'miz neçə A-ya bərabərdir? 10C-ni 2-yə bölsək nə olacaq? 5A-ya. 9A üstə gəl 5A bərabərdir nəyə? 8B-yə. 9 üstə 5, 14. 14A bərabərdir 8B-yə. Buradan ixtisar aparsaq hər tərəfi 2-yə, 7-yə, 4B-yə bərabərdir. Onda belə çıxır ki, B-imiz 7, 7 4 28, A-yımız da 4 olanda 7 4 28. C-imiz də nə olacaq? A-yımızı böləcəyik 2-yə. A nə idi burada? 4, 4-ü də 2-yə böləndə 2 düşəcək. Bizdən də soruşur ki, B-in qiyməti neçədir? B-in də qiyməti nə olacaq? 7 olacaq. 21-ci sualda burada sətr üzrə 1, 2, 3 vahidi artır. Məsələn, 3 üstə 1 gəlində 4 eləyir. Birinci sətrə baxsaq 4. 4 üstə 2, 6. 6 üstə 3 gəlində 9. İndi 5 üstə 1 gəlində 6 eləməlidir. 6 üstə 2, 8. 8 üstə 3 gəlində 11 eləyir. Bu qayda ilə gedirsiniz. Deməli, düzgün variant D variantı olacaq. 22-ci sualda da nə eləmək lazımdır? 4-ü vurasınız 3-ə. Üzərinə gələsiniz. 4 ilə də 3-ün cəmini. 4 üçün 12, 4 üstə 3 gələndə 7. 12 üstə 7 gələndə nə eləyəcək? 19. Aiz olacaq 19. Bu qayda ilə gedirsiniz, tapırsınız. 23-cü sualda belə deyək də, baxın, bu məsələn buradaydı, düzdür? Fırlanıb gəlib burada düşüb. Bu qayda ilə fırladırsınız, 4 dəfədən 1 fırlanır. Öcüz sayıb tapa bilərsiniz. Deməli, fərqli olan burada birincidir. Birinci nədir burada? A variantı olacaq. Sonra 24-cü sualda güzgüdür. Burada hərflərini yazmışıq. Nə olacaq? D variantı olacaq. Amma diqqətli olun ki, güzgüdən baxanda yaxın-yaxına düşür, uzaq-uzağa. Məsələn, U ən uzağa düşməlidir. Məsələn, U ilə başlayan olmamalıdır. Elə birini buradan silə bilərsiniz. Məsələn, birinci H ilə başlayacaq. Sonra, məsələn, U-yun simmetriyası U olmalıdır. Elə buradan əksinə A variantının C variantını çıxsaq, görəsiniz ki, burada D variantı bir dənə qalır. Sonra 25-ci sualda nə deyir? 25-ci sualda cədvəli tamamlayın, fiqur aşağıdakılardan hansıdır? Burada hər biri bir dəfə gəlir. Məsələn, boz, qara, ağ. Bu qayda ilə gedirsiniz. Rəyləri də məsələn içərisində olan nöqtələri də bir dəfə, 2 dəfə gəlir, bir dəfə gəlir. Bu qayda ilə tapırsınız. Deməli, nə olacaq burada? C variantı olacaq. 27-ci sualda nə deyir? 27-ci sualda bizə deyir ki, verilən fiqur hansı fiqurun daxilində gizlənib? Yıxız hansı fiqurun daxilindədir? Bu fiqur hansı fiqurun daxilindədir? Baxın, bu da buradadır. Adamın yanındadır. Buradadır. Deməli, ikinci fiqurun daxilində gizlənib. 28-ci sualda 3 dənə rəqəm siləndə
Buradan da belə oxuyanda bu ədədi oxuyursunuz. Buradan da belə oxuyanda bu ədədi oxuyursunuz. Deməli 2-ni silirik. Buradakı 2-ni silirik. Bir də 4-ü silirik. 3 dənə ən az 3 dənə silirik. Sonra 29-cu sualda verilən şəkildə neçə uçbucaq var? Əvvəlcə bir hissələrə baxmaq lazımdır. Burada diqqətli olun. X-i uçbucaq saya bilmərik. Baxın bunu deyirəm. Bu uçbucaq deyil. Çünki uçbucağın uc hissəsi olmalı deyə bu dördbucaqlıdır. Sonra A var burada. A'da bu uçbucaq deyil. Düzbucaqlı nədir? Trapesiyadır. Diqqətli olun. Sonra burada 6 A deyil. Bunu 6 olmalıdır. 6 da baxın bu uçbucaqdır. Da buradakı uçbucaqdır. Məsələn göstərə bilərəm sizə. Bax belə bir uçbucaq görə bilərsiniz. Deməli 3 hissələrdən. Sonra belə bir uçbucaq var burada. Sonra belə bir uçbucaq, 2 hissəli uçbucaq var. Bu qayda ilə sayırsınız. Ya burada da bir dənə uçbucaq görə bilərsiniz. Məsələn x ilə 2-ni birləşdirsəz, yazmışıq bura. X ilə 2-ni birləşdirsək, bir, 2. Burada x-dən 3'dür. Bu 3'dür, 2 buradadır. Bu 3'dür. Buradakı 3'dür. Bunu sileyim, buraya yazaq. Bura 3'dür. Balaca uçbucaq bura. Onun içərisindəki 3'dür rəqəm. X-dən 3'ü birləşdirəndə bir dənə uçbucaq 9'da yarada bilirik. Bu qayda ilə 2 hissələr, 1 hissələr, 3 hissələr və 4 hissə olsa 4 hissələr, 5 hissə olsa 5 hissələr yazırsınız. Sonra 30-cu sualda simmetri qatlamadır. Yadınızda saxlayın. Yaxın yaxına, uzaq uzağa düşməlidir. Məsələn, bu uçbucaq ikinci dəfə qatlayanda gəlib hara düşməlidir? Bu buradadırsa, bu ən yuxarı belə düşməlidir. Bura gəlib düşməlidir. Bu uçbucaq da yaxına düşməlidir. Bu qayda ilə gedirsiniz, həll edirsiniz. Deməli, qaldı burada 26-cı sualda. 26-cı sualda nə deyib? Verilmiş naxışların tamamlanması üçün aşağıdakılardan ən uyğun olan hansıdır? Məsələn, burada rəyləmişəm, özüm seçmişəm bunu. Bizdən də burada olanı soruşurdu, sual işarəsini. Məsələn, A variantı niyə görə olmayacaq? Çünki burada fikir verin, çıxıntısı yoxdur. Burada çıxıntı yanı yoxdur, ona görə olmalı. B variantına fikir versək, görərik ki, belə bir fiqur yoxdur burada. Uçbucaq formasında olmalıdır. Belə getməlidir, sonra içəri girməlidir. Sonra D variantı niyə görə olmalıdır? Burada dördbucaqlı formasında deyil. Uçbucaq, düzbucaqlı uçbucaq formasındadır. Ona görə düzgün variant C variantı oldu.